Hörmətli sərnişinlər, vaqonlardan düşərkən əşyalarınızı götürməyi unutmayın. Yaşıl xəttin sonundayıq. Dərnəcül stansiyası 2011-ci il 29 iyun tarixində istifadə verilir. Stansiyanın açılışında Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva iştirak edib. Buranın tarixi Azadlıq Prospekti stansiyasının tarixi ilə eynilik təşkil edir. Yəni, stansiyanın qazıntısına SSR dövründə başlanılsa da, yekunlaşması müstəqillik illərinə təsadüf edir. Memarları Cahangir Sadıxov, Kamran Sultanov və Zaur Qurbanəliyev olan stansiyanın ümumi uzunluğu 302 metrdir. Buranın 4 giriş çıxışı var. Bakı metropolitenində SOS həyəcan siqnal sistemi də ilk dəfə burada işə salınır. Tunellərin və stansiyanın video müşahidə vasitəsilə birbaşa serverə ötürülməsi də ilk dəfə burada tətbiq olunub. Dərnəcül adının mənşəyi ilə bağlı bəzi ehtimallar var. Bəziləri sözün gül dərmək mənasına gəldiyini bildirir. Bəziləri əvvəllər burada böyük su hövzəsi olduğunu işarə edərək sözün dərin göl anlamını verdiyini söyləyirlər. Bəzi mənbələrə əsasən isə Dərnəcül kəndinin ərazisində əvvəllər atlar saxlanılıb. Böyük atçılıq təsərrüfat yerləşib. Deyilənə görə sözün əsli də Dərnəcül deyil, dərin ağıldır. Stansiyanın daxilindəki oturacaqların yan tərəfində butaq elementindən istifadə edilir. Butaq Azərbaycan Arnament sənətinin çox yayılmış bəzək növlərindən biridir. Bir məqamda diqqətə çatdırım ki, stansiyada üzləmə işləri zamanı Türkiyədən, Hindistandan və Ukraynadan gətirilmiş təbii mərmər və qranitdən istifadə edilib. Yazaydım, yaradaydım, şah nəğməni mən Bakı, oxuyaydım hər yanda onu ürəkdən Bakı. Stansiyaya çatan qatarlarda Vasif Adıgözəlovun Bakı mahnısından fraqment səslənir. Yazaydım, yaradaydım, şah nəğməni mən Bakı, oxuyaydım hər yanda onu ürəkdən Bakı. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün sizə yaşıl xəttin sonuncusu olan Dərnəcüldən xəbər verdik. Yazaydım, yaradaydım. Növbəti stansiyamız Memar Əcəmi 2-dir. Sıra Bənövşəyə xəttədir. Oxuyaydım.